Xanımlar, bugün sizə kübar danışmağı öyrədəcəm və qaydaları biləcəksiniz. Çox elə bilir ki, ÇC səslərini düzəltsə, diksiyasını düzəltsə, bu artıq kübar nitq deməkdir. Xeyr. Bunun üçün səs tonunuza nəzarət eləməlisiniz. Qadının səsi qışqırıqlı olmamalıdır. Nə də çox aşağıdan və yaxud iti səslə danışmaq olmaz. Bunun üçün səs aram, ahəngdar və bir tonda olmalıdır. Tonu düzəltmək üçün pauza və qalxan tondan istifadə edəcəksiniz. Yəqin ki, siz ürək kardioqrammasını görmüsünüz. Orada belə bir səs rezonans dalğaları var. Siz onu WhatsApp-da da səslərin üzərində görürsünüz. Məsələn, biri mənə səs göndərəndə mən bu səsin kişiyə ya qadına məxsus olduğunu dinləməmiş bilirəm. Bunu necə bilirəm? Səsin üzərindəki dalğalara baxıram. Hətta keyfiyyəti də təyin edə bilirəm ki, keyfiyyət yaxşıdır, yoxsa yox. Yəni, dalğaların arasındakı fərq nə qədərdir? Siz də baxıb bilə bilərsiniz. Məsələn, mən bugün şəhərə gələcəm, yox. Mən bugün şəhərə gələcəm, yox. Mən bugün şəhərə gələcəm. Pauza, qalxan ton. Bəzi işlərim var. Mən bugün şəhərə gələcəm, bəzi işlərim var. Bax, bu səsinizdəki ahəngdarlıq sizin tonunuzu aristokrat və kübar edəcək.